Ucuza bilet haradan alıram? Aviasiyasdan. Aviasiyasın web saytına daxil olaraq dünyanın istənilən bölgəsinə bilet ala bilərsiniz. Dəlixanadır buralar. Burası insanların əylənməsi üçün düzəldilmiş havuz. Cənnətə gəlmişik. Başqa bir açıqlaması ola bilməz. İnanırsınız, mənzərə inanılmaz görsənir. Salam, mən Pələng, Şah Pələng. Uşaqlar, hər vaxtınız xeyir. Bilirəm, bir çoxunuza maraqlıdır ki, qaqa, nə oldu sənə? Niyə beləsən? Saqqalanı sən kimsən? Bərbərə getdim, Taylı bir bərbərin yanına, sağ olsun. O da bığımı düzəldəcəyi yerdə götürdü, bığımı götürdü. Düz cümlə qurdum. Səhər deyə saat 6-7-dir, cümlə qura bilmirəm. Nəysə, bığımı götürdüm. Baxdım, əmələ gəlmir, bura yoxdur, buralar var. Dedim, hamısını götür. Vəziyyət budur. Yenilik oldu, ümid edirəm gözünüz alışar. Bu videoda özümü az göstərəcəm. Yaxşı, hara gedirəm desəz, Pipi adalarına gedirəm. Pipi yox, Pipi. Pipi adalarında qəşəng bir gün keçirəcəm. Daha doğrusu 2 gün keçirəcəm. Ondan sonra sizi adalarına da aparacağım. Adanın mərkəzində gəzəcək. Uzun sözün qısası, qış vaxtında içinizin isinəcəyi bir video hazırlayacağım. İnşallah, inşallah. Geldi avtobus. Avtobus dediğim Vita. Böyle deməli, bu tura nə daxildir? Bileti aldığınız zaman gedim danışacağım, yaxşı, gedim danışacağım. Deməli, belə bir yerə gəlmişik uşaqlar. Buradan bir çox yerə turlar gedir. Yəni liman buradadır desək daha yaxşı olar. Biz buradan gedəcəyik. Gəmiyə minəcəyik. Belə bir yerdəyəm hal-hazırda. Bu deyil, bu da deyil, oradakıdır. Görüm yuxarı çıxa bilirəm, yer olsa əla olar orada. Hər kəs də çantasını bura yığıbdır. Biz də qoya bilərik, amma ehtiyac yoxdur. Buradan mı girək, buradan mı girək? Buradan yuxarı çıxırlar. Bura isə birinci mərtəbəsidir. Yəqin bu pulsuzdur. Sorry? Standard class is the best. Okay. This will upgrade 100 baht. 100. Yeah, okay. Yuxarı çıxmaq 100 bahtıymış. Yuxarıya 100 baht verirsən, yuxarıdan səyahət edirsən. Fərqli. Hər şey puldur, hər şey. Az çox puldur. Yuxarını göstərək. Yuxarıda belə bir yerdir. Nə fərqi var qaqa? Olsa da gedən gedir. Burada otursaq necə bilə bilərlər ki? Heç Heç nə. Mən biraz dincələcəm, yorğunam. 2 saat yarım yolumuz var. Bu arada mənzərəmiz budur uşaqlar. Vallahi billahi deyirəm, gəlib buraları görmək böyük bir nailiyyətdir. Hardasa 57 kilometr, bilmirəm səsim gəlir, gəlmir. Hardasa 57 kilometr gedəcək. 60-57 kilometr uzaqdadır bizdən. Uşaqlarımı çağırırsan? Gedin, papağın yanına itərsiniz, burada düşərsiniz dənizə. Burada xalamız yatıb. Burada bayaqçı qardaşlardır. Almaniyalıdılar, bu arada biraz söhbət elədim. Belə, orası 100 bahtdır. Yəni 5 manat verib ora çıxa bilirsiniz. Burada kasıbların yeri. İnandırım sizi. Çox əyləncəlidir, çox. O, yıxılmışdı bana. Hindistanlılar yenə dağlanma çıxdılar. Hər yerdə Hindistanlı var. Bakın. Burada şəkil çəkdirirlər. Biz biraz gözləyək, mani olmuyor. Keçim xal oğlan, başı olarım. Bu da ön hissəsi. Gələcəksən bura sevgilinlə, orada bir Titanic eləyəcəksin. Günəşli, amma bilmirəm necə görürsünüz ya, yox. Belə bir şəkil. Saqqalsız da yaxşıdır, özünü ögəşdi, bilmirəm. Kaptan qapağını kəsmişəm səni. Kaptan, bizi batırma. Dümdüz dəniz düşür get, nə? Dağda şöyle aşmıram, küsmüşəm, barışmıram. Hamıdan gözəl mənəm, lakin heç danışmıram. Gələn görəm
da buradan çıxdıq Phuketdən. Ta gedəcəyik Pipiyə. Bunlar adını başqa cürdə deyir. Koh Pipi Don deyirlər, səhv etmirəmsə. Bu adanı gəzəcək və bunun ətrafındakı adaların hamısını göstərəcəm. O video bundan sonraki video olacaq. Hansı ki, ətrafını gəzdiyimiz video. Narahat olmayın. Bu videoda Pipinin özünü gəzəcək. Çox gözəl bir yerdir. Nə böyükdür, nə balacadır, əla bir yerdir. Cənnətə gəlmişik. Başqa bir açıqlaması ola bilməz. Çox gözəl görsənir. Bu sözü çox eşidəcəksiniz bu gün məndən ki, çox gözəl görsənir. Bu arada limandayıq, artıq düşəcəyik, yəni artıq ayrılacağıq gəmidən. Gəzəcəm, göstərəcəm. Böyük bir ada deyil, çox şirin bir mərkəzi də var, onu da göstərəcəm sizə. Sonrasında hostelimə gedəcəm. Hostelimə bu arada $30 vermişəm. Aşağı qiymətə də gəlib tapa bilərsiniz. Bu arada sezondur, yəni sezonda buralar belə qəşəng olur. Öncəki videolarda da demişdim sizə, yanvar, fevral, mart, aprel aylarında burada tam olaraq havalar bu cürlə keçir. Başqa zaman gəlsəniz buralar dalğalı olur, hava bulutlu olur, yağışlı olur. Tayland deyiləndə ağlıma gələn ilk lötqə budur. Bu arada maşın motoru var orada uşaqlar. Maşın motorundan istifadə edirlər. Səhv etmirəmsə Skorus da var. Orada da pərpərəsi var. Belə. Nə bilim, nə hiss edirəm özüm də bilmirəm. Çox fərqli hiss edirəm amma. Bitdi? Bitmədi. Videonu bəyəndinizsə davam eləyək. Artıq adaya giriş elədik. Biraz çətin idi oradan düşmək. Çünki çox adam var idi. Bir çox adam da qalmağa gəlir deyə böyük-böyük çantalar olur. Nəysə, uzun sözün qısası. İndi biz getməliyik adanın mərkəzinə. Çox da yaxındır. Bura necə gəldim, necə elədim, bu haqda bilgilərdə verəcəm. Gənclər, girişdə 20 baxtı ödədim. Dedilər, bura qoruqdur, ödəməlisən. Dedim, yaxşı, problem deyil, ödəyək. 20 baxtı ardası 1 manat kimi bir şey eləyir. Və plus, burada Leonardo DiCaprio'nun filmi də çəkilib. O Maya Beach-dədir. Maya Bay Beach-dir, səhv etmirəmsə. Ona sabah gedəcəm, yəni sonraki videoda izləyə biləcəksiniz. Öncəki videoda da James Bond adasına getmişdim. Yəni, adamlar burada dəli dəhşət yığılıblar. Biraz bu curcunadan türklər demişən qaçım. Burada McDonald's var. Əslində girib McDonald's-a bir nəfəs ala bilərəm. Həm də qiymətləri göstərərəm. Unutmamışsınızsa bilirsiniz 100 baht 5 manatdır. 5 manat da tam eləmir amma. Açıq görüm qaqa. Gəlin elə buradan qiymətləri göstərim sizə. Start order. Tutaq ki burada yeyirik. Qiymətlər budur uşaqlar. Məsələn Big Mac 189. Sonra Big Mac'in burada menüsü bu cür olur. 300. Bura bahaymış hə. 300 hardasa 15 manat. Large. 15 manatda large yeyə bilirsiniz. Biraz nəfəsləneyim, nəfəs alım. Ondan sonra çıxacam çölə. Səyahətlər zamanı maddi olaraq dəstək olmaq istəsəz, Coffee Al veb saytından bir ədəd kofe ala bilərsiniz və ya açıqlama qismindəki linkə daxil olaraq həmin sayta keçid edə bilərsiniz. Deməli, Phuketin mərkəzindən fərqi yoxdur. Katadır, canım sizə desin, Patongdur. Bu yerlərdən tur şirkətlərindən bilet alırsınız. Gördüyünüz o gəmilərlə, böyük gəmilərlə bura gəlirsiniz. Qiymət isə mənim aldığım biletin bu arada qiyməti 50 manatdır. Bəzi yerlər 60-70 manatlara satır. Mənim məsləhətim odur ki, tur satan yerlər var ha. Biraz balaca minimal yerlərdirsə, küçədə, qıraqda olan, küncdə daha doğrusu, qıraqda olan yerlərdən almağınız çox məsləhətdir. Onlar ucuza satırlar. Bir yerə girirsinizsə belə şüşəli yerlərdirsə, onlar tur biletini çox baha satacaqlar. Eyni biletlərdirlər. Ola bilər ki, klass deyirlər də deyəsən. Onu standart sata bilərlər, VIP sata bilərlər. Oradakı 100 bahtı ona vermiş ola bilərsən artıq. O cürünə gəlirsiniz bura. Gediş-gəliş bu arada 50 manatdır, 70 manat və 60 manatdır. Gələcəyiniz günü qeyd edirsiniz və qayıdacağınız günü qeyd edirsiniz. Uyğundurmu? Mənə görə çox uyğundur. Bu cür yerə gəlirsiniz, 2 saatdan çoxdur, tıqıdıq gəlirik yəni. Qəşəngdir. Başqa cür bilet alınırmı? Mümkündür ki, alınsın. Amma mənim bildiyim, mənim elədiyim yol buydu. Qiymətlər çox gülməlidir. Baxın, pizza var məsələn, düzdürmü? Pizzanın qiymətinə bax, 220 baht.
hardasa 10-11 manat. Yəni 250 baht, 250 baht, 220 baht. Bu qiymətlərədir. İçəcəklər isə görürsüz 40, 60, 50, 100, 120, 120. Bu arada bilirsiniz də 100 baht 5 manat edir. Gülməli qiymətlərdir. Burada alkohollu içkilərdir. Deyəsən mojito 250, hardasa 12 manat kimi bir şey eləyir. Nə martini var 350-yə. Görürsüz, qiymətlər qarşınızdadır. Ucuzdurmu? Mənə görə vallahi billahi ucuzdur. Deməli, acam. Həqiqətən aclıq var. Restoranda oturub 200 bahta, yəni 10 manata bir şeylər yeyə bilərəm. Amma gedib 7-Eleven-dan alacağam. Orada yeməklər var, istirib verirlər. Öncəki videolarda göstərmişdim. Burada da biraz göstərəcəm. Çox da sıxmaq istəmirəm sizi. Son olaraq plyaj belədir. Bu arada birinci gündür. Birinci gün olmağına baxmayaraq dəhşət çox adam var. Bəzən partilər də olur burada. İndi inşallah onlara rast gəlsək çox gözəl olar. Göstərəcəm, əlimdən gəldiyi qədər gəzdirəcəm buraları sizə. Ay, uşaqlar, deməli, gəldik marketimizə. Baxın, burada bitiriblər yeməyi. Hamı alır uşaqlar, hamı. Ona görə yemək qalmır. Mənim sevdiyim yeməklərdən varmı? Yoxdur. Qiymətlər bu arada 60 bahtdır. Hardasa 3 manata yaxındır. Çöldə bir 200 bahta yaxın bir şey verib yeyə bilərəm. Mən yeməyimdən qalıb. Qaqa, bu zordur da, chicken masala. Hindistan yeməyidir. İnansız Hindistan yeməyi üçün darıxmışam. Qardaşım, burada nə bahadır bu? 100 baht. Və sənin baxdın qarasını. Bu niyə bahadır belə? Niyə? Bundan bir dənə alaq qaqa. Bu dadlıdır. 100 bahta. Amma fikirləşirəm ki, görəsən 100 bahta artıq verib çöldə yeyə bilərəm. Bu haqda bir fikirləşim. Çünki buralarda qəşəng yerlər var. Hətta türk restoranı var. Bura turistikdir, uşaqlar necə deyirlər. Hər şey var. Qiymətlər biraz bahalıdır, azca bahalıdır. Hansı ki 2-3 nəfərlə gəlib rahat yeyə biləcəyiniz yeməklər var. Mən istəyirəm ki, onu. Mən istəyirəm ki, bir proteinli bir şey yeyəm. 15 manat uşaqlar bunun qiyməti. Allah haqqı bu adaya görə, yəni bu turistliyə görə çox yaxşıdır. Səadət abinin məkanına gəldim, bayaqları göstərdim sizə. Dedim gedib orada 200-300 bahta yeməkdənsə burada bir toyuq şiş yeyim. Qəşəng proteinli gəlsin. Eyvallah abi, hoş geldin. Abi sən burada çalışansan başa düşdüyüm qədərilə. Ortağım abi. Hə, nə gözəl. Bura necə açılıb? Bura necə gəlib çıxmısınız? Abi burayı bizim Çetin abi açtı. Kendisi Aydınlıdır. O 20 senedir Tayland'da yaşıyor. Vay. Aynen. O da ilk başta mesela tatile geliyor. Sonra Pipi Adası'nı şeyde görüyor. Bu Leonardo DiCaprio'nun The Beach filmi The var Beach. ya. He, onu söyledim. Aynen. Ondan sonra görmek için geliyor buraya. Sonra en büyük hayali burada mekan açmak oluyor. O da normalde iyi bir şeftir. Çok iyi bir şeftir. Sonra o da şef olarak çalışmaya başlıyor Tayland'da. Yani Türk restoranlarında falan. Hani 20 senesi bitti. Sonra burayı açtı. İlk burayı açtı. Mekanın ikinci senesinde ben tanıştım onlarla Türkiye'den. Sonra ben geldim buraya. Aynen. İşte burayı büyüttük. Bizim ileride bir dönerci vardı. O dönerciyi açtık. Bir de Phuket Town'da şu an bir mekanımız var. Ha, maşallah. Aynen, Çetin abi, bir de Zincir. bizim Efe var. Zincir gibi değil mi? Tabii. Bir de bizim Efe var. İkisi beraber oradalar. Phuketin mərkəzi mi daha bahalıdır yoxsa bura mı? Hə, kirası olsun, nə bilim digər Yani mekan elektriği, tutmak suyu. için değil mi? Hı. Abi burası daha pahalı. Burası daha pahalı. Çok pahalı, aynen. Çünkü ada belirli sayıda dükkan var, belirli sayıda işletme var. O yüzden çok pahalı. Ben bir kısa örnek vereceğim mesela. Şu karşı taraf bomboş bir dükkan, hani küçük böyle. Adam bar olarak açmış orayı. Geçen sene kadının biri buna devretti. 2 milyon var. 2 milyon Sadece hava parası. 2 milyon hava parası. Hava parası, aynen. Bu arada uşaqlar hava parası tam olarak bizdə nədir bilmirəm. Amma məkandakı əşya Devir parası diye. devir parasıdır. Məkandakı əşyaları buraxır onlar. Yani şöyle düşün abi, şu şekilde sana veriyorum. He. Ama sen yine kiranı ödeyip işletmeye devam Aa, ediyorsun. sağ ol. El dəyişdirir. Aynen, Belə el deyək. değiştirmek, 2 milyon baht. Aynen, sadece şu küçük dükkan görüyorsun değil mi abi? Uşaqlar buranı deyil bu arada. Görürsüz bu balaca yeri. Vay. Aynen, o yüzden Kirası ne kadardı? Ada bayağı pahalı.
Abi emin değilim ama tahminimce bir 45 bin baht vardır ayda. 45 bin Ada baht. biraz pahalı, aynen. Burada şey de mesela, burada yaşayan insanların kaldığı odalar da Phuket'e göre biraz fiyatları Çok yüksek pahalı, oluyor. çok. Aynen. Örnek vereyim, burada 10 bine normal bir odada kalırsın aylık. Ama Phuket'te falan böyle havuzu olan, spor salonu Çok olan gözəl bir yerdə. 10 dolarda kalırsın. Aynen. Ay sağ ol. Yeməyimiz gəldi. Gördüyünüz bu yeməyin qiyməti 15 manatdır. Burada isə kolamız var. Toplam 20 manat deyək biz buna kola ilə bir yerdə. Çünki çörək də gəlməlidir. 20 manatın üstü deyil, 20 manatın altıdır. Bu cürlə yeyib proteinli bir yeməyi sonradan çıxıb çox gözəl bir şəkildə gəzə bilərsiniz. Və inana bilirsiniz ki, oranın qiyməti 2 milyon bahtdır. Valla bu ölkədə hər türlü dəli var. Çox istədiyi xalaq olacaq. Sən qapqara. Maybe see you tomorrow for them. This one, okay? Deyəsən deyir ki, sabah bir yerdə gedin. Thank you. Deyəsən deyir ki, sabah bir yerdə olasınız ya da ki, istəyirsənsə onunla bir yerdə get. Mən ləhcələrində başa düşmürəm, dili də zəif bilirəm. Nəysə, sabah üçün gəmi turu aldım. 1400 baht verdim. Bu da hardasa eləyir 70 manata yaxın. Gözəl bir turdur. Səhər çıxır. Ən tez çıxan tur odur. Getdiyimiz yerlərdə qəşəng şəkil çəkdirə bilək deyə tez aldım. Şəkil çəkdirək, video çəkək. Anladınız? Ara küçələrlə gedirəm. Burada iki yol var. Biri var bu təpənin qırağından fırlanıb gedirsən meşəliyin içi ilə. O yol çox çətindir. Biri də bu yol var. İndi görək gedib düz çıxacaqmı? Burada mərdivənlər olmalıdır, pilləkənlər. Pilləkənlərlə dümdüz çıxırsan da, dolanmırsan. Dolansan bir 45 dəqiqə çəkəcək. Düz çıxsam isə 10-15 dəqiqə. Buralar da çirklidir əslində. Turistik gözəl yerlər. Öf, bu nə qoxular. Turistik qəşəng yerlərdir, amma təəssüf ki, baxılmır. Fərqində deyirlər, yəni dəyərini bilmirlər. Belə yerlər çoxdur deyə bunlarda. Qədrini bilmirlər. İnşallah düz gedirik. Buradan gedim görüm tapa bilirəm ya yox. Bu arada Reels çəkmişəm. İstəsəz Instagram adresimdən baxa bilərsiniz. Baxın, burada gətirib paltarlarınızı yuya bilirsiniz. 5 manata, 10 manata. Çəkisinin fərqi yoxdur. Deyərsən düz yolu tapmışam. Buradan gedilir. Dedi buradan geçsən çox yaxındır. Viewpoint imiş bu arada. Vive dedim. Nə dedim bayaq? Viewpoint'dən 3 dənədir. Mənim getdiyim ən yaxşısıdır. Gəlsəniz ora gedərsiniz. İzləyib bəlkə də deyirsiniz ki, yox ya, hara gəlirik? Niyə də gəlməyəsiniz? Niyə də görməyəsiniz uşaqlar? Uşaqlar baxın, yazılı viewpoint 1-2. Mənzərə bu olacaq. 50 baxda pul verməli olacaq. Hardasa 2 manat 50 qəpik. Orada kafe də var, sipariş də elə bilirsiniz. Anam. Uşaqlar, həqiqətən çətindir. Çox çətindir. Bilmirəm, dikliyi anlaşır ya yox. Aşağıdan gəlirəm. Hələ ki mənzərə budur. Yuxarıdan çox qəşəng görsənəcək. Suyun maviliyini görürsünüz. Buna dəyər. Baxın, buradan çıxacağım. Çox çətindir həddən artıq. Görək başımıza nə gəlir. Müsəlman bibimizdən bir dənə bilet aldım 50 bahta. Hələ də çıxıram. Uşaqlar çox çətindir. Ya da mən çox yorğunam, neçə gündür gəzirəm ancaq. Belə bir yerə gəldim, çıxdım. Mənzərə daha da gözəlləşməlidir yuxarıdan. Hələ qısa yolla gəldim. Uzun yol belə idi. Amma çox vaxt itirirdim də. Çıxım görüm başıma nə gəlir. Bura viewpoint 1'dir. Mənzərəsi budur. Biz 2'yə çıxacağıq. Əksəriyyət insanlar axşam gəlir bura. Mən isə səhər gəldim. Dedim axşam dincələrəm. Həm də hava aydınlığında, hava aydınlıq olduğunda qəşəng göstərim sizə mənzərəni. Belə bir yolla gedirəm. Ay, yoruldum. Vay, bir şey baxın, gör necə yatıb. Ada qəşəngdir.
Amma buna bir çözüm bulsaydılar bura çıxmağa. Bir də yemək də yedim. Çox pis ağrımışdı bu, çox. Az qalıb amma. Hiss edirəm. Alman qardaşlarla oturmuşdum, biraz dincəldim. Çünki çox yoruldum yuxarı çıxanda. Belə bir yerə gəldik, çıxdıq. Bilmirəm, görürsüz, görmürsüz. Tam günək təpədədir deyə pis görsənir. Mənzərəmiz budur uşaqlar. Özüdür ki var. Çox qəşəng görsənir amma. İnsanlar da burada şəkil çəkdirirlər. Hətta o qaqaşın buradan qəşəng şəkili çıxarmış məncə. Çox qəşəng şəkili çıxarmış. Xəbəri yoxdur. Buradan yıxılsam pis olar. Tikən tapılar, tapılmaz deyil, amma pis olar. Gör necə düşür kameraya. İnanırsınız, mənzərə inanılmaz görsənir. Vay vay vay. Çox qəşəngdir. Oturmuşam orada bayaqki Alman qardaşlarla. Mənzərənin dadını çıxarırıq. Bura gəlmək çətin oldu. Baxın, hardan gəlirdik? Bayaq oranı çəkdim. Aşağıdaydım, oranı çəkdim. Ta o sahildən gəlirik. Baxın, o tərəfdən belə dolana gəldik. Bir yol da var, belə gedir, yuxarıdan bura gəlir. Amma ən məntiqlisi buradır, bu yoldur. Google Maps-dən vursanız, o bu yolla aparacaq. Salamatı bura ilə gəlməkdir. Yorulasınız, amma dəyəcək. Son olaraq da buraları göstərim sizə. Yavaş-yavaş gün batmağa başlayır. Amma mən aşağı düşməliyəm çəkiliş eləməyə. Çox gözəl yerlərdir. Gəlib gəzməyə dəyər. Gedəcəm indi aşağı adanın mərkəzinə. Biraz sahili gəzəcəm, hər iki sahili. Bir də qəşəng bir hostel göstərəcəm sizə. Hansı ki, bu hostelin parti hosteli olaraq bilinir. Mənə elə deyildi. Ya, güllərin qoxusuna baxın, çox gözəldir. Həqiqətən buranı qəşəng düzəldiblər. Adanın hər yeri belə deyil, bəzi yerləri belədir. Burada öz sözünü deyir. Hindistandan sonra mənə çox yaxşı gəldi buralar. Uşaqlar, əminəm ki, belə bir hostel görməmişsiniz. Bura hosteldir, otel deyil. Dəlixanadır buralar. Hostel buradır. Orada yataqlar da görsənir. Burası insanların əylənməsi üçün düzəldilmiş havuzdur. Bu hələ heç nədir. Gecələr dəhşət olur buralar. Ətraf budur uşaqlar. Çox maraqlıdır. Hansı ki, həmən yaxınında belə bir plyaj var. İstəsəniz plyaja, istəsəniz havuza girə bilərsiniz. İnsanlar həyat yaşayır. Bu dərdin, sərin başını bırakın. Heç olmazsa Azərbaycanı gəzin. Bəs desəniz hostelin gecəliyi neçədir? 25 manat. Verirsiniz, gəlirsiniz, dəlilər kimi əylənirsiniz burada. Bu qədər. Və plyaj da öz sözünü deyir. Gördüyünüz kimi. Nə bilim. Gəlib buraları görmək gözəl oldu. Yəni, qəşəng yerlərdir, həqiqətən. Hər iki tərəfi də plyajdır buranın. Hindistan mantısı çaldı. Nəysə, mən söndürüm, telif yeyə bilərəm. Bura gəlmişdim mən. Bayaq gəlmişdim, deyəsən. Baxım görüm. Yox, qaqaş, yox. Bura gəlməmişdim. Gəlsəm xatırlayıram. Oy, yıxılmışdım mən. Arada belə aşağı olur. Düşürsən, yıxılmış kimi olursan. Bura gəlməmişdim, yox. Okey. Amma gəmidən oradan indim, mən o birisi tərəfə getdim, ya da o birisi tərəfə. Bu tərəfdən gəldim. Beynim qarışdı. Beynim qarışdı uşaqlar. Amma mənzərəni göstərib sizə. Mənzərə özüdür ki, var. Necə görsənir? Çox gözəl görsənir, çox qəşəngdir. Nə qədər qəşəngdir dedim, yorumlara yazarsınız. Çox gözəldir, inanılmazdır. Neçə dəfə demişəm. Biz hardan gedək, necə gedək? Biz arxa küçə ilə gedək ki, çox quma batmayaq.
Bu arada belə yerlərdə qətiyyən dənizə girməyə gərək yoxdur. Bu gəmilərin bu yağı, pası dənizi yaman günə qoyur. Burada da belə bir nöt qoxusu kimi bir şey var. Belə bir yerə girmişkən istədim ki, göstərəm sizə. Buraları kiralaya bilirsiniz və qala bilirsiniz. Qiymətləri haqqında məlumatım yoxdur. Ucuz deyil. Azərbaycana nəzərən, Türkiyəyə nəzərən, Avropaya nəzərən ucuzdur. Balaca evciklərdir də, yəni evlərdir. Necə deyərlər, domik mi deyirlər, nə deyirlər. Belə bir məhəllə kimi düzəldiblər. Gəlirsiniz, qalırsınız, burada istirahətinizi eləyirsiniz. Sərindir, yaxşıdır. Hava sərinlədir. Havuzu da var imiş. Cənnət mənim qardaşım. Gözəllik. Burada qaldığınız zaman böyük ehtimal bundan istifadə edə bilirsiniz. Mən nə girərdim bura, vallahi billahi deyirəm. Çox qəşəngdir. Qiyməti də ki, çox baha olmaz. Hostelə gedirdim, gördüm qardaşlar burada. Nə edir mən də bilmirəm, küçənin ortasında. Thanks so much. Hə, hostelə gəlirəm uşaqlar. Yoruldum, gün də batır. Gedim bir duş alım. Bəlkə çıxdım çölə.